51'in kvadratı plus 34'ün kvadratı cəminin sadə vuruqlarının sayını tapın. Biz 51'i göstərə bilərik ki, hər ikisində olan vuruq hansıdır düşünsək, 51-də də 34-də də 17 var. Demək 51-i yazaram 17 vurulsun 3'ün kvadratı. 34'ü yazaram 17 vurulsun 2'nin kvadratı şəklində yaza bilərəm. Sonra 17'nin kvadratı vurulsun 3'ün kvadratı. Üstə gəl, yenə 17'nin kvadratı vurulsun 2'nin kvadratı şəklində göstərirəm. Hər ikisində 17 olduğu üçün 17'nin kvadratı. Mötərizə xaricində 17'nin kvadratını çıxardaram. Qalar 3'ün kvadratı plus 2'nin kvadratı. 17'nin kvadratı vur. 3'ün kvadratı 9 edər. Üzərinə gələrəm 2'nin kvadratı 4. 17'nin kvadratı vurulsun. 9'un üzərinə 4 gəlsəm 13. Demək 2 dənə 17 vuruğu var. Bir dənə də 13 vuruğu var. Sadə vuruqlarının sayını tap desə 2'nin üzərinə 1 gələrik 3.